turun ən sensasiyalı, ən gözlənilməz nəticəsi də məhz budur. Və Rəşad Abdullayevlə rəqib futbolçu arasında yaşanan hadisə, indi hakim buna necə qiymət verəcək? Hakim buna necə qiymət verəcək? Rəşad Abdullayev Xəzər Lənkəranlı futbolçu tərəfindən kobud, sərt oyunla izləyirik bu epizodun təkrarını. Nə baş vermişdi bu epizodda? Və Rəşad Abdullayev rəqibinə qarşı zərbə indirdi. İndi hakim bu epizoda öz qərarını verməlidir. Epizod ekranlarınızdadır. Bir daha izləyirik bu epizodu. Rəşad Abdullayev ilə Xəzər Lənkəranlı futbolçu arasında. Və burada Xəzər Lənkəran futbolçusu Rəşad Abdullayevə qarşı sadəcə olaraq onun yerə yıxıldığına görə